Salam mənim əzizlərim, davam edirik tərəzi bürcü ilə. Mart ayı sənin üçün münasibətlər, daxili balans, gündəlik həyatında dəyişiklik ayıdır. Ayın ilk yarısı sakit, düşüncəli, qərar verməli olacağınız bir aydırsa, ikinci yarısı artıq qərarlar verilmiş və çox aktiv, hərəkətli bir mərhələ olacaq. 1-2 Mart. Enerjiniz biraz aşağı ola bilər, içində sıxıntılar, səbəbsiz narahatçılıqlardır. Yəni bunların heç biri ciddiyə almaq gərək yoxdur, həlli olan məsələlərdir. Keçmiş mövzular zehninizdə dolaşa bilər, amma böyük qərarlar üçün uyğun bir zaman olmasa da, romantik, sevgiyə zaman ayıracağınız, dəyişikliklərə, çiçəklənmələrə zaman ayıracağınız bir gün ola bilər. 3 Mart dolunayı. Gizli qalan məsələlər üzə çıxa bilər. Nəsə bir qərarlar səyahətlə bağlımı, təhsillə bağlımı verə bilərsiniz. Sanki yenilənmə yaşayırsınız. Bir macəra, bir yenilik peşindəsiniz. Psixoloji təmizlənmə yaşayırsınız. Bu dolunay sizi üçün yeni qapılar açır. Arxanızdan danışan gizli sözlər, gizli duyğular, hamısını geridə qoyub yeni macəralara addım atırsınız. 4-18 Mart. İş, gündəlik həyat ön plana çıxır. Yorğunluq, məsuliyyət artımı ola bilər. Ümumiyyətlə, illüziyalardan uzaq olun. Reallıqla üzləşin. Sağlamlığa diqqət etməlisiniz. Əgər bədəniniz hər hansı bir siqnal verirsə, bir əlamət varsa, onu həll eləyin. Bu dövrdə özünüzə qayğı, özünüzə haqq qazandırmaq vacibdir. 19 Mart yeni ayı. Münasibətlərdə başa düşülmək istəyirsiniz. Yeni tanışlıq ehtimalı yüksəkdir. Bu həmin tanışlıq sizin ürəyinizcə ola bilər. Birlikdə davam edəkmi sualı artıq bu yeni tanışlıqda gündəmdə ola bilər. Bu tarix, yəni 19 Mart yeni ayı sizin üçün dönüş nöqtəsidir. Mövcud münasibətdə də bəzi şeyləri aydınlaşdırıb həll edə bilərsiniz. 20 Martdan sonra partnyor mövzusu çox aktivdir. Tək olanlar üçün güclü tanışlıq, keçmişi buraxmaq, irəli getmək, addım atmaq. Həm də bu mərhələ dayanma mərhələsi deyil. 20 Martdan sonra irəli getmə mərhələsidir. Ciddi qərarlar verilə bilər, addımlar atıla bilər. Sevgiyə baxaq. Tərəzi bürcləri. 1-10 Mart. Qarşı tərəfdə gizli hisslər, açıq olmayan hisslər ola bilər, amma qarşı tərəf sizin üçün qərarsız görünsə də, sizinlə daha gözəl bir dönəmə, çiçəklənmə dönəminə, sevgi baxımından çox romantik bir dönəm ola bilər. 1-10 Mart aralığı. 3 Mart dolunayı. Münasibətlərdə gizli narazılıq ola bilər. Güc burada göstərisi ola bilər. Sevgi ilə bağlı bir çox həqiqətlər üzə çıxacaq. Yəni siz özünüzü daha güclü hiss eləyəcəksiniz. 19 Martdan sonra uzun müddətli bağ qurma şansı var. Çünki burada artıq balans qurulub. Yeni ciddi münasibət enerjisi varsa, bu da bu münasibətdə çox balanslı olacaq deməkdir. Pul məsələləri 1-9 Mart. Gündəlik xərclər artır. Kiçik amma tez-tez pul çıxsa da, həyatın dadını çıxartmağa baxın. Çalışın bu müddəti tək qərarlar verməyəsiniz pulla bağlı. İşinizdə çətinlikləri aşacaqsınız. Yəni xərcləriniz çıxacaq, yəni maddi baxımından. Amma işlər dayanıb demək deyil. İşləriniz, xüsusən də bizneslə məşğul olanlar üçün işlər davam, yəni ki gedəcək. Tıxanmalar olmayacaq. 10-18 Mart. Əgər bir xəbər gözləyirsinizsə, bir işlə bağlı və yaxud da hansısa bir işin nəticəsini gözləyirsinizsə, ondan çox yaxşı bir xoş xəbər alacaqsınız. Maddi baxımdan yeni məsuliyyət, əlavə qazanc ehtimalları böyükdür. Sonra addım atsanız, yolunuz açıqdır. Həm də bu günəş kartı qərar verəcəyiniz, bu işimi quracaqsınız, yeni bir işmi istəyirsiniz və yaxud da maddi bir yatırım mı etmək istəyirsiniz və yaxud da maddi bir
planınız var ki, nəyəsə xərcləyəsiniz, yatırım eləyəsiniz və yaxud da ev üçün nəsə alasınız falan. Burada gizli saklı heç nə yoxdur. Əgər xeyirli görünürsə, deməli xeyirli də olacaq. 22-30 mart çox gözəl. Maddi baxımdan tərəzilər üçün 10 martdan sonra çox yaxşı gəldi. Maddi balans bərpa olunur. Çünki 22-30 martda sabit gəlir hissi yaranır. Hər şey çox gözəl görünür. Biraz səbirli olun və uzun vədəli planlar eləyin və bu planlar çox rahatlıqla həyata keçəcək. Tərəzilərə mart mesajı. Hər şey sənin öz əlindədir. Balansı başqasında yox, özündə tap. Bu ay səni daha güclü, daha qərarlı eləyir. İstədiyinizi əldə etmək sizin öz əlinizdədir. Belə. Bu qədər mənim əzizlərim. Əgər video sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın.